Dövlət İmtahan Mərkəzinin sədri Mələkə Abbaszadə 150-dən çox bal toplayanların universitetə qəbul ola biləcəklərini bildirib. İxtisas qrupları üzrə müsabiqə vəziyyətinə aydınlıq gətirib və deyib ki, birinci ixtisas qrupunun riyaziyyat kimya alt qrupunda 200 baldan yuxarı bal yığan şəxslər ali təhsil müəssisələrinə qəbul oluna bilər. Həmçinin 150 baldan da yuxarı nəticə göstərənlər eyni zamanda subbakalavrlarda özlərinə yer tapa bilərlər. Riyaziyyat informatika alt qrupunda isə müsabiqə vəziyyəti daha gərgindir. 7440 yer var deyir, müsabiqəyə isə 8000 şəxs buraxılıb. Mələkə Abbaszadənin sözlərinə görə ikinci ixtisas qrupunun 25% plan yeri dövlət sifarişlidir. Plan yerləri ötən illə müqayisədə 1000 yer artıb. Bu ixtisas qrupunda 16000 yer var. Müsabiqəyə isə 7983 şəxs buraxılıb. Bu o deməkdir ki, onların hamısının ali məktəblərə qəbul olmaq ehtimalı var. Həmçinin ikinci ixtisas qrupunda subbakalavrlara kifayət qədər yer qalacaq və mərkəz sədri 3-cü ixtisas qrupu üzrə 26% plan yerinin dövlət sifarişli olduğunu söyləyib. 3-cü ixtisas qrupu üzrə 20805 nəfər müsabiqəyə buraxılır. Plan yeri isə 15000-dir. Yəni bu ixtisas qrupundan azı 5000 nəfər ali məktəblərə qəbul olmayacaq. 3-cü ixtisas qrupunun hər iki alt qrupunda vəziyyət gərgin olacaq. Ən gərgin müsabiqə vəziyyəti həmişəki kimi 3-cü ixtisas qrupundadır. Mələkə Abbaszadə söyləyib. Əlavə edir ki, 4-cü ixtisas qrupunun 70% plan yeri dövlət sifarişlidir və plan yerlərinin sayı 5048-dir. Dövlət sifarişli yerlərin sayı isə 3551-dir. 600 baldan yuxarı nəticə göstərənlər 1212 nəfər olmaqla tibb ixtisaslarına iddiaçıdırlar. Ancaq onların hamısı tibb ixtisasına qəbul ola bilməyəcək. Bu il tibb ixtisasının keçid balının 20 bal artacağını gözləyirik. 300-400 intervalında keçid balı olan ixtisaslar üzrə keçid balının isə təxminən 10 bal artacağı gözlənilir. Nəhayət Mələkə Abbaszadə 5-ci ixtisas qrupu üzrə qabiliyyət tələb edən ixtisaslara görə tam statistikanın hələ ki olmadığını diqqətə çatdırıb. Bəli, 4-cü ixtisas qrupu, yəni tibb sahəsinə deməli həmişə böyük bir rəqabət olur və böyük, necə deyərlər, bu rəqabətdə yüksək ballar tələb edilir. Ən prestijli sahələrdən biridir. Təbii ki, tibb sahəsi, ona görə də burada ballar da hər il yüksəlir, get-gedə. Bu ildə indi 20 bal artacağını ehtimal edir Mələkə Abbaszadə. Amma burada bir məqam var. Yəni, çıxışının əvvəldə deyir ki, 150 bal toplayanlar da hətta yox, ali təhsil ocaqlarına qəbul ola bilərlər. Təbii biz hər kəsə uğur arzulur, hər kəsin ali təhsil alması öz hüququdur, haqqıdır. Amma nə ehtiyacı var, yəni 150 balla ali təhsil müəssisələrinə abituriyentləri qəbul etməyə? Yəni başqa bir proqram seçilməlidir. Peşə məktəblərinin prestiji, nüfuzu artırılmalıdır. Gənclər peşə məktəblərinə yönəldilməlidir. Hər kəs ali təhsil alır, diplomunu alır, sonra işsiz qalır. Sonra deyir, mən iş tapa bilmirəm. Çünki onsuz da 150 bal toplayıb və sonra universitetə qəbul olanda o yüksək səviyyəli bir kadr kimi də yetişə bilmir. Yəni, bugün Avropa ölkələrinə baxaq, Almaniyaya, digər ölkələrə. Heç birində bu dərəcədə hamı mənim uşağım universitetə girsin, mənim uşağım ali təhsil alsın deyə bir iddiada deyil. Əksinə, övladlarını peşə məktəblərinə yönəldirlər. Kimisi maşın ustası olur, kimisi bərbər olur, kimisi aşpaz olur, kimisi yəni yaxşı sahələr seçirlər və yaxşı da pul qazana bilirlər, iş tapa bilirlər. Və bugün biz hamı belə deyək, o kardonu, o diplomu almaq üçün hücum edirik. 150 bal, 200 bal, 250 bal yığılsın və yetər ki, universitetə qəbul olsun. Amma sonra da bitirəndə, məzun olandan sonra, universiteti qutarandan sonra yəni iş tapmaqda çətinlik çəkir. Bu baxımdan biraz biz siyasətimizə baxmalıyıq, təhsil siyasətimizə, təfəkkürümüzə bir yenidən baxım, nəzərdən keçirməliyik, dəyişməliyik. Yəni hamı ali təhsil alacaq deyə bir şey yoxdur. Bu günlərdə Avropadan olan dostlar da danışırdılar ki, Almaniyada və digər ölkələrdə heç də hamı çalışmır ki, ali təhsil alsın. Əksinə, peşə məktəblərinə gedirlər, sənət öyrənirlər və bir sənətin, necə deyirlər, el dilindədirsə, qulpundan yapışırlar və bununla da özlərinə bir karyera qururlar, bir iş qururlar. İnanın, bugün Azərbaycanda nə qədər elektrikə, santexnika ehtiyac var. İnanın, bugün Azərbaycanda nə qədər avtomobil ustasına ehtiyac yaranır. Nə qədər müxtəlif sahələr biz adlarını çəkə bilərik ki, bu sahələrdə doğrudan da zaman-zaman biz görürük ki, ciddi deməli, boşluqlar yaranıb. Çünki külli şəkildə hamı gedir hazırlığa, repetitor yanına və universitetlərdən birinə qəbul olmağa çalışır və vəssalam. İndi
bundan sonra o hansı ixtisas üzrə bir kadr kimi yetişəcək, bir kadr bankı varmı ümumiyyətlə bizim universitetlərin, yəni yetişdirsinlər və cəmiyyətə təqdim eləsinlər? Heç bu da deyil. Bu baxımdan bizim bugün axsaqlıqlarımız göz qabağındadır, bunu deməliyəm.